Evi mis kimi qoxudan, üzəri karamelli, almalı, bol qoz ləpəsi ilə yumşaq bir keks hazırladım. Əvvəlcə yumurta və şəkər tozu mikserlə tam ağarana qədər qarışdırılır. Ağarıb kütlə bir neçə dəfəyə qədər artdıqdan sonra üzərinə ev temperaturunda olan süd və duru yağ əlavə olunur. Bir neçə saniyə qarışdırdıqdan sonra sonda isə üzərinə 2 dəfəyə olmaqla un və vanil qabartma tozu əlavə olunur. Ya yumurta çırpıcı ilə və ya mikserin çubuğu ilə bir tərəf istiqamətində qarışdırılır. Və artıq budur, gördüyünüz kimi xəmirimiz hazır oldu. Xəmir hazır olduqdan sonra tavanın üzərinə şəkər tozu əlavə edirik və ocağın orta ateşində tam karamel halına gələnə qədər, rəngi dönənə qədər gözlədirik. Artıq rəngi döndükdən sonra tez-tez qarışdırırıq. Üzərinə kərə yağı, qaymaq varsa 1 yemək qaşığı qaymaq, yoxdursa 2 yemək qaşığı süd əlavə edirik və tez qarışdırırıq. Yağ həll olduqdan sonra artıq tez götürürük. Keksi hazırlayacağımız formanın içərisinə əlavə edirik. Formanın alt hissəsinə mütləq yağlı kağız sərin və karameli hər tərəfinə yaydıqdan sonra qabıqları soyulmuş və biraz iri ölçüdə dilimlənmiş alma düzürük, üzərinə doğranmış qoz ləpəsi, biraz da darçın səpərək və hazırladığımız xəmirdə üzərinə əlavə edirik. Öncədən isidilmiş sobada tam 35-40 dəqiqə müddətində bişiririk. Mən hazırladığım keksi 26 sm dairədə hazırladığım üçün biraz incə alındı, nazik alındı. Amma sizlər daha hündür alınmasını istəyirsinizsə mütləq 24 sm dairədə hazırlayın. Keksi sobadan çıxardan kimi bir 10 dəqiqə mütləq gözlədin. 10 dəqiqə keçdikdən sonra formadan çıxardırsınız və karamelli hissəsini üst hissəyə gətirirsiniz. Ətirli, dadlı, ləzzətli, yumşaq, çox ləzzətli bir keks alınır. Videonu mütləq yaddaşa verin ki, itirməyəsiniz. Göz haqqınızı halal edin. Yeni videolarda görüşmək ümidi ilə sağ olun, salamat qalın.